Dostum deyir ki, xarici dil öyrənmək üçün başqa kitab daha yaxşıdır. Məhlə uşağımız deyirdi ki, bir neçə dərsdən sonra film izləməyə başlamışdılar. Ayda sinif yoldaşım da deyilmiş ki, filan mövzunun sözlərini daha öncədən öyrənmək daha yaxşı olarmış. Belə şübhələr və tərəddüdlər bəzi tələbələrdə olur. Əzizlər, bir şəhərdən digərinə getmək üçün bir neçə yol və nəqliyyat vasitəsi mövcud olduğu kimi, təhsildə də öyrənməyin fərqli yolları və vasitələri var. Müəlliminiz sizi tanıyır, sizin fərdi bacarıqlarınıza uyğun, hazırdakı dil bazarınıza uyğun sizə bir yol çəkir. Sizə düşən isə həmin yoldan çıxmamaqdır, müəllimin tövsiyələrinə əməl eləməkdir. Xarici dil öyrənməyi 4-cü addımla öyrənirik. Dediyimiz kimi, müəllimin dediyinə tabi olmaq lazımdır. Digər yollardan, digər üsullardan, metodlardan, mənbələrdən xəbərdar olmaq əlbəttə ki, yaxşıdır və boş vaxtınız olarsa onlardan mütləq istifadə edərsiniz. Əsas isə ana yol müəllimin sizə göstərdiyi yoldur. Güvənilir müəllim tapdıqdan sonra ona tabi olmağı bacarın.